Amma əziz dostlar, xoş gəldiniz. Bugün sizlərlə hal-hazırda son keçirilən A növ üzrə qəbul suallarına baxacağıq. Hal-hazırda imtahan cavabları da açıqlanıb. Keçən hər kəs sizi təbrik edirəm. Kəsilən dostlarımızda qətiyyən pis olmasın. Əsas odur, hər kəs bu imtahanda qazandı. Keçənlər sertifikat qazanıb, keçməyənlər isə bir təcrübə qazanıb. Ona görə qətiyyən üzülməyə dəyməz. Dövlət İmtahan Mərkəzi hər ay dövlət qulu imtahanlar təşkil edir. Onun üçün tam sürət, irəli, qətiyyən motivasiyadan düşmürsünüz və ən əsasıdır ki, videoları izləyin və faydalanın ki, növbəti qəbullarda da bu kimi suallar düşdüyü zaman siz bunlardan faydalana biləsiniz. İndi isə istəyirəm gəlim birinci sualdan başlayayım, dəyərli dostlar. Birinci sualla bağlı hal-hazırda bir-iki məntəqə arasındakı yol müxtəlif uzunluqlu 3 hissədən asfalt, daşlı və qumlu hissələrdən ibarətdir və bu hissələrdən ibarətdir deyəndə hərəsindən də üçdə bir hissəsini 120 km saat sürətlə gedir asfalt hissəni, üçdə bir 30 km saat sürətlə üçdə bir hissəsinin daşlı hissəsini, bu da bizdən soruşur ki, tapın görək qumlu hissəni nə qədər gedər. Bunun fiziki və riyazi həll yolu da var, amma mən istəmirəm sizi çox yoram. Sizə sadə, necə rahat başa düşə biləcəyiniz dil varsa, onunla başa salım ki, siz bunu imtahanda daha rahat eləyə bilərsiniz. Onlardan biri nədir? Deyirik iki məntəqə arasındakı yol müxtəlif uzunluqlu üç hissədən. Hərəsi ilə, məsəl üçün, deyirəm, ümumilikdə bir A nöqtəsindən B nöqtəsinə. Ümumilikdə 3 saat yol geçsin. Bunun üçdə birini 120 ilə gedəndə üçdə biri. Yəni 3 saat deyil ümumi. Məsəl üçün bu hissəyə qədər 120 ilə gəlsin. Bir dənə bu üçdə birisinin buradan, hə. 1 saatın verirəm asfalt yola. 1 saatın verirəm daşlı yola. 1 saatını da verirəm qumlu. İndi 1 saat geçsin. S bərabərdir. Asfalt yolla gedəndə 120 vurulsun 3. 1 daha doğrusu bərabərdir. 120 kilometr belə getdi. 1 saat ərzində. İndi daşlı yolla bərabərdir. 30 vurulsun. Yəni neçə saat getməlidir? Hərəsinə 1 saat ayırmışam da, yəni bərabər olsun deyə. Bərabərdə 30. Ümumilikdə hal-hazırda mən niyə 3 dedim həm də? Çünki burada dostlar 3də bir söhbəti var. 6 götürə bilərdiniz 3-ə bölünməsi üçün. 9 götürə bilərdiniz. Yazmışam 120 və 30. Ümumilikdə neçə saat yol gedib bu? 2 saat. 2 saat yol gedib. Yəni 150 kilometr yol getmiş olmuşam. 150 kilometr hansı hissəsidir yolun? Yəni üçdə bir deyil. Ümumi vaxtın hansı hissəsini getmişəm? Üçdə ikisini. Bəs yaxşı, görək yerdə qalan üçdə bir hissəsi nə qədərdir? Yəni üçdə iki hissəsinə 150 kilometr yol getmişəm. 1 saat 120 ilə gedib. 1 saatda 30-unu. İndi tapaq görək. Üçdə ikisi 150 olanda dansıdır. 150-ni vururam 2-də 3-ə. Bunun tərsini. Bərabər neçə? 225. Yəni normalda bu avtomobil 120 yol 1 gedib. 31. Yerdə neçə kilometr qalıb? 75 kilometr. Yəni növbəti 1 saat ərzində də 75 kilometr getsə, bu 3 saatlıq marafon neynir? Tamamlayır. Yəni taplayardım 120-ni qısaca olaraq. 30-u, elədi 150. Həmin 150 yolun ümumi, yəni ümumi saat hissəsini sərf etdiyi zaman hansı hissəsi? 3-də 2-si. Yerdə hansı zaman qalıb? 1 saat. 1 saatda nə qədər? 75 kilometr. Bunun bir geniş formatlanan riyazi həlli də var, amma mən onu sizə məsləhət görməm deyə onu izah etməyəcəm ki, sizin üçün nəsə qaranlıq qalmasın. Gəlirəm növbəti ikinci suala. Yenə deformasiyadır. Çıxan xəttlərin sayını yazıram bir-bir. M-dən 1, N-dən 3, K-dan 2, L-dən 3 və S-dən 3. M-dən bir xətt çıxır. Yazmışam. Bura M-dir. M-in birləşdiyi xəttin adı N-dir. Demək, məndə mütləq X olmalıdır N. Və ikili xəttimin adı nədir məndə? K. Demək, məndə cavabda K da ola bilməz. Avtomatik qaldı A bənd. Növbəti bir suala baxıram. Söhbət gedir üçüncü sualda. Rebus məsələsidir. BB-də düşən rebus biraz daha çətin idi. Nəinki bu. Burada hər üçünü də toplayıb 9. 3-ün kvadratı. 5-in üstünə 15 üstünə 5 alınır 25. 5-in kvadratı. Yəni mən 12-nin üstünə 17 üstünə 7 gəlsəm eləyir 36. 6-nın nə idi? Kvadrat. B bənd. Növbəti gəldik dördüncü suala.
Yenə yaş məsələsi. Qeyd edeyim ki, həm B növ üzrə keçirilən imtahanda, həm də A növ üzrə keçirilən imtahanda hər ikisində də yaş məsələsi düşmüşdü. Hal-hazırda mən ekranı sizə B növ üzrə keçirilən qəbul suallarına tanış edirəm. Düzdür, bununla bağlı mən izah vermişəm. Bundan əvvəlki video sırf buradakı BB üzrə qəbula düşən suallardır. Amma sizə hal-hazırda tanış etdiyim suallar sırf A növ üzrə suallardır. İndi istəyirəm bu hissəni tamamlayım. Daha sonra B növ üzrə də sizə məlumat verəcəm bəzi şeylərlə bağlı. İndi misalın bu hissəsinə gəlmişəm. Deyir Elnurun 10 il sonrakı yaşı 2 il əvvəlki yaşından 2 dəfə çox olarsa, hazırda Elnurun neçə yaşı var? 2 il əvvəlki yaşında, deyir 10 il sonrakı yaşı. Biz də yazaq. Və Elnurun bir X yaşı var. Keçmiş, indi və gələcək. Variantla da qoyub yaza bilərsiniz. Təmin də. Sən nətər rahatsa edin. Mən də gəlirəm. Deyirik 10 il sonrakı yaş. 10 il sonrakı yaşı X plus 10'dur. Gələcəyə gedirəm. 2 il əvvəlki yaşı isə X minus 2'dir. Və deyir ki, 2 dəfə çox olarsa, yəni X plus 10 bərabərdir. X minus 2 vur 2. Olur X plus 10 bərabərdir. 2X minus 4 və tapırsan ki, X də bərabərdir 14. Bu qədər sadə. Və ya da ki, variantda da belirləyə bildiniz. Deməli 14 il. 14'ün üstünə gələrdim 10'un. Bərabərdir 24. 14'dən də çıxardım 2'ni. Bərabərdir 12. 24 12'dən neçə böyükdür? 2'dən. Sonra gəlirik, yenə keçən səfər Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbulda bizə düşən sual tipi ilə bağlı. Bu sual tipi magistrin köhnə qəbul sual tiplərindən biridir. Keçən səfər də bununla bağlı bir neçə sual izah eləmişdim. Həm 2023-cü ilin dövlət qulluğunun qəbul sualına düşmüşdü oktyabrda açıq sual olaraq. Magistrin dəfələrlə qəbul sualı olur və yenə də bizim ayrılmaz bir hissəmizdir. Buna görə də misalda deyir ABC uyğun olaraq 2, 3, 6. Məsəl üçün A, B və C firmaları var ümumilikdə. Amma bilmirəm də hərəsinin neçə dənə məsəl üçün kol var və ya da ki, briqadanın üzvü var. X bunda olsun, Y bunda, Z də bunda. Və deyir uyğun olaraq 2X, 3Y, 3-də gələk 6Z. Bərabərdir 180. Və deyir əkilən kolların sayını da yazmışım. Bir hansı mütləq səhvdir. B briqadasının yerinə 36 qoyaq. 3 vur 36 bərabərdir 108. Həmin 180-dan 108-i çıxsın, bərabərdir 72. 72 həm 6-ya, həm də nəyə bölünür? 2-yə. Yəni aldığı mədət bu 2 ədədin mütləq. İkisinə də neynəməlidir? Bölünməlidir. Bir doğrudur. Bir dənə işim yoxdur. Keçirəm 2-yə, çünki məndən mütləq səhv soruşur. Deyir 40 özü. A briqadasını. 2-ni vurdum 40-a, bərabərdir 80. 180-dən 80-ə çıxsam qalır 100. 100 nə 3-ə, nə də 6-ya bölünmür. 2 səhvdir. Hər dəfə prosesi eləyirsiniz dostlar. 2 səhvdir. Üçüncüsü. B briqadasının 25 üzvü var. 3 vur 25. Bərabər 75. Burada dostlar çıxanda alınır 105. Tək ədəddir deyəndə 6-ya nə də 2-yə bölünür. 3-də səhvdir. Dördüncüsü C briqadasının 20 üzvü var. 6 vur 20 bərabərdir 120. Arasındakı fərq 60. 6-ya da bölünür, 2-yə də. Son 5-ci hissə qalıb 27 üzvünün olması ilə bağlı. 2 vur 27 bərabərdir 54. Bu da düzdür. 180-dən 54 çıxanda qalır 126. 6-ya da bölünür, 3-ə də. Demək, səhv olan variantlar hansılar imiş? 2 ilə 3. Növbəti sual 6-cı sualdır. Deyir, bir çəllək şirənin 7-də 6 hissəsi 72-sə, deyir, tap görün bunun yarısı nə qədərdir? Ümumiyyətlə, bayaq siz fikir verdinizsə, mən orada 150 sürət məsələsində bir şey tapanda neylədim, onun tərsinə vurdum. 7-də 6, əgər mənim üçün 72-dirsə, gəlin bunun bütövünü tapaq. Yəni, birim nə qədərdir? X. Çarpazlaşdıranda X bərabərdir. 72 vur 1. Buna bölmək onun tərsinə vurmaqdır. Vur 6-da 7. Bu da bərabərdir 80. İndi bunun yarısına qədər edir. 42. Növbəti 7-ci sual ardıcıllıqdır. Hər dəfəsində yoxlayıram. Çıx 22. Çıx 21. Çıx 20. Çıx 19. Çıx 18 və çıx 17. Qalır 300, 220. Mən də 300 yazıram.
Edir ki, bu sualları siz ilk dəfə görürsünüz dostlar. Belə, yəni sual olaraq hansı qəbula düşməklə bağlı. Çətin idimi? Mən deyərdim ki, indi əlimdən gələn sualları uzatmışam burada sizlər üçün. Dünən B növünün üzrə qəbul suallarını paylaşmışdım. İndi də A-nı. Ki, yəni ən azından bəzi dostlarımız burada indi maraqlı suallar var da. Dünəndən bəri axtardığınız bir çox suallar var ki, mən onları izah eləmişəm artıq. İndi qalıb bir neçəsi. Onları da qarşıdakı günlərdə mütləq şəkildə, tam şəkildə izah edəcəm. Deyir, hərflərin sırası pozulmuş 5 sözdən 4 arasındakı fərqi tapın. 4-ə indi biri fərqlidir. Tapaq da bizdə. Bu solda. Mən də deyirəm, dünən uşaqlar məsələn deyir ki, müəllim imtahanda solda. Lüf deyirəm, görsün. Deyir, işarələr verib. Sağda. Mən deyirəm, yəqin nəsə o keçən səfər düşən bir test tipi vardı. O tipdə də bir test vardı. Yuxarıda, aşağıda. Aha, bu isə dağdadır. Fərqli olan sual isə ikinci sualdır. Növbəti sualımız 9. Dünyanın ən gözəl testidir. Cədvəl. Nə qarardınız? Birincisi verilənləri dostlar qeyd edirəm. M vur L bərabərdir 18. K vur M bərabərdir 27. Və M kvadratı bərabərdir 81. İndi M neçədir? 9. M 9-dursa 9-u nəyə vursam 18 eləyər 2. Onda M 9-dursa K neçədir? 3. İndi bu da məndən nəyə soruşur? K ilə L-in hasilini. Tapaq da bizdə. K ilə L. K vurulsun L bərabərdir. Yəni 3 vurulsun 2. Bu da bərabərdir 6-ya. Doğru variant variantlarda yoxdur. Amma siz onu 6 kimi qəbul edin. Onu elə belə özüm yazmışım. Gəldik çıxdıq. Mən deyərdim ki, sizə göstərəcəyim son 1, 2, 3 və bu 4 sual. 4 sualın ikisi çətin idi, amma digər ikisi də vaxt alanı idi. Söhbət gedir bu sualdan. 10-cu misal. Bunu yalnız və yalnız magistr imtahanına gedən və yaxud da ki, ən azından bir dəfə orada sınaqları işləmiş dostlarımız bilə bilər. Çünki o magistrın səhv xatırlamıramsa 2025-ci il sınavının sualıdır. Yəni bunu yazmaq mən deyərdim ki, normal bir tələb üçün deyil, həqiqətən də. Mümkünsüz deməzdim, amma həqiqətən mümkün də deyil. Demək bu ortadakı ədədləri 7 ilə 1. Onları toplayıb. Bölüb 4-ə. Bərabərdir 2. Yazıb birincisi. Hal-hazırda mən düşünürəm ki, bu videonu izləyənlər belə öz şokdadır. Sonra 3 ilə 4 toplayıb. Kənardakıları 7. Onu da vurub 2-yə 14. Yazıb onun yanına. Və bu dediyim qaydanı siz istərsiniz hal-hazırda aşağı tətbiq eləməksiniz və heç nə ala bilmirsiniz. Ona görə gəlin misalın birində deyim sizə. Yəni verilən misalda ortadakılar 4 və 8-i toplayıram. Bölürəm 3-ə bərabərdir 4. Bu dəfə də 1 ilə 7-ni toplayıram. Bura bu arada 316-dır, 86 düşün. 1-in də üstünə, 7-nin üstünə gəlirəm 1. 10 da vururam 2-yə. Bərabərdə 16. Cavabı da tapmaq istəyəndə kənardakıları toplayıram 8-dən 8. Böldüm 4-ə. Bərabər 4. Birinci 4. İndi 1 ilə 1 də toplayır. Onu da vururam 2. O deyir 4. Belə 44. Deyə variantı. Bax bu çətin idi. Yəni bəlkə də indiyə qədər dövlət qulluğunun qəbuluna düşmüş ən çətin 3 qeyri-aşkardan biridir. Bunlardan biri isə bir dəfə qəbula düşmüşdü. O da keçən il magistr sınağının təşkil etdiyi suallardan biri idi. 2025-ci ilin yanvarında. Onun da özünə görə bir çətinliyi vardı. Gəlirik daha sonra may ayında yenə A kateqoriyasının qəbuluna düşən sual tipinə. Maraqlıdır, amma sadəcə vaxt alır. Yəni bir oturub hesablamaqla bağlı. Bu istəyir ki, sən A-nın, B-nin, C-nin, D-nin, Y-nin nə olduğunu tapasın. Bizə tapaq da bizdən nə gedir ki? Baxıram dostlar, misalda ilk olaraq A-nı tapmaq istəyirəmsə, yəni A harda əldə olur? Yuxarıda. M A-dır, N neçədir? 3. Və bu test bu nəyə bərabərdir? 11-ə. Gətirib yazıram. 3 vur A minus 2 vurulsun 3 bərabərdir 11. İndi misalda olur 3A bərabərdir 17.
Yəni burada 6 eləyir. A da bərabərdir 3,17. Yəni A-nın qiyməti mənim üçün neçəymiş? 3,17. Dursun burada. Burada özüm üçün qeydlərimi aparım. 3,17. İndi keçirəm B-yə. B məndə kvadratdadır. M. Burada 9. Amma bunu nəyə bərabər edirəm? 5-ə. Yazaq. 2 vur B. Çıx 9. Bərabərdir 5. 2B bərabərdir 14. B də bərabərdir 7. Bu A-nın qiymətidir. Bu da B-min qiymətidir. 7. Növbəti sual. C-ni həll edirəm. Yəni siz B-ni və C-ni tapmamış aşağıdakı misallara keçə bilmirsiniz. Təəssüflər olsun. C və bura məndə neçədir? 18. Və bunu da nəyə bərabər edirəm? 0. Yəni 3M minus 2 vur 18 bərabərdir 0. 3M bərabərdir 36. M-dən darsız C. C də bərabərdir 12. Tapdıq. C də 12 imiş. Gələk aşağıya. Birincisi B ilə C-ni tapırım. B 7, C 12. Görə 11-i almaq istəyirəm. 7 və 12. İndi 2-ni vururam 7-yə. 14. Çıxıram 12-ni. Bərabərdir 2. Demək, bu mötərizənin içərisi 2-dir. İndi üçbucağı həll edəcəm. Amma bunu 11-ə bərabər edib. D, bu da 2. 3-ü də vururam D-yə. Çıxıram. 2 vurulsun. 2. Onda olur 3D. Bərabərdir. 15. D də bərabərdir 5. Bu D-ni də tapdıq. D də 5 imiş. İndi məsələ nədir? Dostlar, mən bayaq B ilə C-ni həll edib neçə almışdım? Yadınızda qalsa yaza bilərsiniz. Qalmışsa yenə həll edə bilərsiniz. B məndə 7, C-də 12-dir. 7, 12. 2-ni vurdum 7-yə, çıxdım 12. Elə 2. Burada 2-dir məndə. İndi misalımda bu hissəni silirəm. 12. İndi məndə Y-min qiyməti. Baxaq misalda. Kvadrat həll eləyəcəm. Bu Y, bu da ki 12. Gətirin burada da özü bunun içi bərabər 0. 2 vurulsun M, çıx 12, bərabərdir 0. M də, daha doğrusu Y də bərabərdir 6. Tapdım ki, Y də bərabərdir 6. Bu da məndən soruşur ki, bunları artma sırası ilə düz. Artma sırası ilə birinci gəlir D. 5'dir. Sonra gəlir A. Sonra gəlir Y. Sonra B. Sonradakı C. Niyə A-nı ortaya yazıb? Çünki 17-nin çəvəlində 5 tam ondan neçə eləyir. Sonra bunların kodu var. D 4'dür. A 1'dir. Y 5'dir. B 2'dir. C isə 3'dür. Apar qoy yerinə atam. Dediyim kimi vaxt alır çat. Məsələn, bayaqki çətin sualdır aşkar olaraq. Qeyri-aşkar olaraq. Bu isə aşkar olaraq çətin idi. Riyazi olaraq. Sonra yenə sahə perimetri ilə bağlı. Sahə ilə bağlı çox maraqlı bir sual düşmüşdü. Mən düşünürəm ki, bunu çox adam yazıb. Yaza bilməyibsə də belə yenə yazıb. Bizə verib dostlar, bax ümumi olaraq 2, 6, düz deyil. Bunun eni var 2, uzunluğunu taparım. 6-nı 2-yə bölsəm neçə eləyir? Bu hissənin uzunluğu. Bura məndə 3-dür. İndi mən ümumi uzunluğu taparam. Nə tər ümumi uzunluğu? 27 metr kvadrat deyil. Eni tapmışam 23. Onda bu başdan o başa qədər sahəsindən, yəni uzunluğunu 27-ni də bölürəm 3-ə. Bərabər 9. İndi bu 2-dirsə bunun sahəsi. Yəni bura 2 metrdir. 2-dirsə 2 metr kvadratı bölərəm 2-yə ki, tapım görün bunun eni nə qədərdir bura? 1 metr. 2 metr, 2 metr var. Bu da 9-sa bura neçə qalır? 5. Onda buranın eni nə qədərdir? 1. Mənə də bura işlənmiş hissənin sayəsini soruşur. 5 vur 1 bərabərdir 5. Növbəti sual gəlirəm 12-yə. 12 deməzdim, daha doğrusu 11, 12, 13-cü sual. Artıq 13-cü sualdır ki, zahillə burada.
Keçən səfər də yenə qəbulda bununla bağlı sual düşmüşdü. Maraqlı bir metodu var bunun daha rahat yazmaqda. Düzdür, keçən səfər bəzi suallar vardı, onu saymaq olurdu. Hətta bu yolla da saymaq olur. Məsələ bilirsiniz nədir? Bu yolu kompüterdə indi mənim əlimdə qələm var da, üstündə bəzi cızma-qarlar eləyirəm. Amma bunu təzədən kağıza köçür, təzədən üstündə nəsə yaz. O da vaxt aparır və plus burada səliqəlidir deyə əlimdə rəngli qələmlər var. Üstünə sonrası 1, 2, 3, 4 yaza biləcəm. Birinci sarını soruşursa dostlar, yəni nə barədə? Bax, mən keçən səfər saymaqla bağlı gedəndə sizə nümunə göstərmişdim 3-4 dənə tip olaraq. Deyir sarı, qara, boz, göy, qırmızı gəlsin. Sarı, qara, boz, göy, qırmızı. Sarı, qara, boz, göy, qırmızı. Yəni bunu nə qədər sayırsansa say, müəyyən bir yerdən sonra ilişirsən. Ona görə də biz də çalışarıq ki, sarı, qara, boz, göy, qırmızı üçün saydım. Sarı, qara, boz, göy, qırmızı. Sarı, qara, boz, göy, qırmızı. Bax, sayırsan, hə. Sonrası yoxdur. Müəyyən yerdən sonra dayanırsan. Ona görə ən yaxşısı nədir? Birinci sarını soruşursa, sarı yazılan hissələrə 1 olaraq qeyd edirəm rəqəmlərimi. Görək biri necə yazacaq, qeyd edeyim. Sarı yazılan hissələr hamısına yazdım. Bax, 1, 1, 1, 1, 1. Burada məndən dostlar aşağı, yuxarı, sağ, sol deyir deyə. Ancaq bunun sağında, solunda, aşağısında, yuxarısında yerləşən xanalardan sırayla hansılar sortursa bir onların sayını qeyd edəcəm. Yəni nə? Sarıdan sonra deyir nə? Gəlsin qara. Bax, bu sarının ətrafında neçə dənə qara var? Qara deyil. Bu qara. Bu qara bir dənədir. Məsələn, bu sarının ətrafında burada var. Bəs yaxşı, neyiniyim? Qaraları neçə yazıram? Bu qaraya birinci sarını yazdım, çıxdardım. İndi qara. Qaranın ətrafında nə var? Ancaq dediyim kimi aşağı, yuxarı, sağ və sola baxa bilərəm. Bu qaranın ətrafında var bizim üçün sarılar. Neçə dənədir? 2 dənə. Onların içindəki rəqəmləri yazıram. Neçə eləyir? 2. Toplayıb. Məsələn, bu qara. Sağında yoxdur, solunda, yuxarısında. Ancaq bir dənə harda var sarı? Burada. Buna yazıram 1. Bu qaranın ətrafında sarı hardadır? Bir dənə burada. İçində nə var? 1. Bu qaranın ətrafında baxın biri aşağıda, biri solda. 2 dənə sarı var. Onda bura 2. 2 dənə sarı yoxdur. Yəni sarının çəkirdəkləri toplayırıq. Bu qaraya da 1. Qaranı da əldə elədim. İndi növbəti isə boza gəlir. Bozun ətrafında özündən əvvəl gələnə baxıram. Yəni qarıya. Özündən əvvəl gələn, yəni mənə artıq sarı maraqlı deyildi. Yəni sıranı almağa çalışıram. Baxıram bu qaranın, bozun ətrafındakı qaralara. Bu bozun ətrafında məsələn var. Bir dənə qara var. İçində nə yazmışam? 1. Ona görə avtomatik bura neçədir? 1. Bax bu bozun ətrafında. Solunda qara var, içi 2-dir. Aşağısında qara var, içi 1-dir. Cəmin toplayıram 3. Bu bozun ətrafında bir dənə qara var və içində yazılan rəqəm bir dənədir, 1. Bu bozun ətrafında bir dənə qara var, içi də 1-dir, 1. Bu bozun ətrafında 2 dənə qara var və bu qaranın sayını yazdım bura. 2. İçərisindəki rəqəm. Bozda gedəndən sonra göy axtarıram. Göyün ətrafındakı bozları tapacağım. Görək göyün ətrafında nə boz var. Bu göyün ətrafında cəm bir dənədir. Bu göyün ətrafında bir dənə boz var və içi 1-dir. Onu yazdım. Bu göyün ətrafında fikir verin. 2 dənə boz var. Biri 3-dür, biri vur. İkisini toplayıram 4. Bu bozun ətrafında, daha doğrusu bu göyün ətrafında. Yenə baxın 3 ilə 1 var. Toplayıram 4. Bu göyün ətrafında bir dənə boz var, cəmi 2-dir. Göyü də yazdım. Ən sonda məndə hansını soruşur? Qırmızını. İndi qırmızını göyə əsasən tapıb ən sonda qırmızının içindəki rəqəmləri toplayıram. Məsələn, bu qırmızımın içində məndə yanında bir dənə göy var. Bir dənə bu içində yazıram 1. Aldım dairəyə. Bu qırmızının sağında 4 var da. Yəni su artıq digər tərəfində yoxdur. Belə 4 aldım, alıram dairəyə. Çünki ən sonda bu ən axırıncı qırmızının sortu qırmızı səciyyədə toplayacağım. Bu 4 ilə 1-i toplayıram. Çünki 2 dənə qonşusu var. Neçə il? 5. Bir də bu qırmızının ətrafında 2 dənə də bu var. Aldım dairəyə. Bəs yaxşı müəllim, bu qırmızı 0-dır. Burada ehtimal yoxdur. İndi hamısını toplayıram. 2, 4, 5 və 1.
Cəmi eləyir 12. Çətin bir sualdır, bəli. İlk baxışdan özünüz oturub bunu yazmayana qədər çətin və plus belə rəngli formada olsa, öz əlimin altında olan kağızda da rahat taparam. Amma rəngli formada olmayanda, əlbəttə ki, bu hamımızı bizim çaşdırır. Bugün sizə mən A növ üzrə keçirilən qəbul suallarının ilk 12 dənəsini izah elədim, dostlar. Siz də burada baxarsınız, görün hansı sualları siz yazmışdınız imtahanda, hansılar düz çıxmışdı. Bu 12 sualda neçə düzünüz çıxıb, onları qeyd eləyin. Bax görək, yəni ən azından bu 12 sual sizə nə kimi bir çətinlik yaratmışdı. Bu isə B növ üzrə qəbul sualları idi. Mən bunun da izahını vermişəm. Altdakı hissədə də buradakı sualların izahını sizinlə bərabər yerləşdirəcəm link olaraq. Videonu da izlədiyiniz üçün təşəkkür edirəm. Bir daha keçən hər bir dostumuzu təbrik edirəm. Videonu da bəyənib kanala abunə olmağı da unutmayın ki, sizin bizə ən böyük dəstəyiniz odur. Allah amanında hər birinizi uğur arzulayıram. Növbəti imtahanlarda görüşərik. Sağ olun.